Pul sənə işləyəndə yox, istirahət eləyəndə gəlir. Əgər ayın 8-i və ya avqust ayında doğulmusansa, ya da numeroloji doğum xəritəndə əsas pozisiyalarda 8 enerjisinə sahibsənsə, çox vacib bir məqama diqqət etməlisən. 8-lərə pul işləyəndə yox, dincəldiyi zaman gəlir. Lakin bu istirahət mərhələsinə keçməzdən öncə 8-lər özlərini ciddi şəkildə sıxmalı, yəni tam gücü ilə işləməlidir. Bu dövrdə maksimum işə fokuslanmaq, yalnız tapşırıqları yerinə yetirmək, heç bir səhlənkarlıq və diqqət yayındırıcı nələrəsə yer verməmək lazımdır. 8-lər üçün bu balans, yəni gərginlik və rahatlamanın harmoniyası çox önəmlidir. Təsəvvür eləyin ki, sizin biznes bir avtomobildir. İşləyərkən siz onu yanacaqla doldurursunuz, siz istirahət eləyəndə isə o artıq hərəkətə keçir. Əsas sirr budur. Pul 8-lərə təkcə işləyəndə yox, doğru şəkildə istirahət etməyi, dincəlməyi bacaranda gəlir. Bəs görəsən sizin enerjilərinizə əsasən pul sizə nə vaxt gəlir?